Süni zəkanın yazdığı resept nə dərəcədə doğrudur? Sağlamlığımızı illərini elmə əsr etmiş həkimlərə deyil, bir algoritmə necə etibar edə bilərik? Mənfi tərəfləri daha çoxdur. Bəzən də çox təəssüflər olsun ki, insanlar artıq süni intellektdən şikayətini yazdığında, misal üçün, baş ağrısı yazır süni intellektdə, oradan cavab çıxır, misal üçün, beyin xərçəngi və ya da daha ağır xəstəlikləri belə deyə bilir. Bu da insanda öz-özlüyündə birinci psixoloji olaraq ciddi problemlər gətirib çıxarır. Bir çox hallarda isə tövsiyə edə bilir ki, hansı dərmanların istifadə olmasındadır. Bu da əlbəttə ki, insan sağlamlığına mənfi təsir göstərə bilər. Və ən önəmlisi də süni intellektə biz müraciət etdiyimizdə bəzən dediyimiz kimi süni intellektin bizi yanlış yönləndirməsi sayəsində xəstəxanaya getmə müddətimizin gecikməsinə, xəstəliklərimizin daha da ağırlaşmasına, ilkin mərhələdə sadəcə bir dərmanla müalicə olunan xəstəliyin çox gec mərhələlərdə artıq həkimə müraciətinə gətirib çıxardır. Tibbi diaqnoz yalnız müayinə və laborator analizlərdən sonra qoyula bilər. Süni intellekt isə yalnız ona təqdim olunan məlumatlar əsasında ehtimallar irəli sürür.